Qonşuluq siyahısına əsasən qrafda olan dövrələrin sayını müəyyən edin və biz həmin qonşuluq siyahısına görə qrafı tərtib edirik. Deməli, A təpəsinin qonşularını qeyd edirəm. Bu C-dir, B-dir və Y-dir. Daha sonra B təpəsində olan qonşuları müəyyən edirəm. B A ilə qonşudur, C ilə və Y ilə qonşudur. Daha sonra C-nin qonşularını müəyyən edirəm. A-dır, B-dir və bir də F-i çəkirəm və F-dir. Daha sonra D-nin qonşularını müəyyən edirəm. D-nin qonşuları Y-dir və F-dir. Y-nin qonşuları A-dır, B-dir, D-dir və F-in də qonşuları C ilə D-dir. Və indi qrafı tərtib etdikdən sonra orada olan dövrələrə baxıram. Burada olan dövrələr A, B, C və yenidən A-ya qayıdır. Bu bir dövrədir. A, B, Y, A. Bu da ikinci dövrədir. Daha sonra A, C, B, Y və yenidən A-ya qayıdır. Bu da üçüncü dövrədir. Daha sonra bu cür qeyd edirəm. A-dan B-yə, B-dən Y-yə, Y-dən D-yə, D-dən F-ə, C-yə və yenidən A-ya qayıdan bir dövrə var. Və bunun əks tərəfində qeyd edirəm. A-dan B-yə, B-dən C-yə, oradan F-ə, D-yə, Y-yə və yenidən A-ya qayıdan da növbəti bir dövrə var. Daha sonra A-dan gəlir C-yə, F-ə, D-yə, Y-yə və yenidən A-ya qayıdan bir dövrə də var. Və daha sonra bir də burada var. C-dən B-yə, B-dən Y-yə, Y-dən D-yə, D-dən F-ə və yenidən C-yə qayıdan növbəti bir dövrə də budur. Deməli, dövrələrin sayını müəyyən etməliyik. Burada dövrələrin sayı 7 dənədir. Deməli, doğru cavab 7.